Xeyirxah işləri təbii ki, Şəbnəm xanım da onun tərəfdarıdır ki, demək lazım deyil. Amma insanlar elə bilir ki, elə Şəbnəm xanım qazanır, özü də yeyir. Bəs bu bəzi insanlara görə mən çəkirəm ki, bəli, gedirik biz uşaqlar evinə, insanların bundan necə deyim, məlumat olsun. Niyə də yox? Əslində olmamalıdır. İnsan nə edirsə onu... Təbii ki, çox şey siz bilmirsiniz, biz bəzi şeyləri. Biz məşhur tanınmış insanlarıq deyə biz qınaq obyektinə çox çevrilirik. Bizi qınayırlar bəzən. Nəysə biz yaxşı bir şey nümayiş etdirəndə deyirlər ki, şeydir də, heç kimə heç eləmirlər, ancaq özləri üçün yox. Elə deməyin heç vaxt. Biz həmişə, yəni mən öz adımdan deyirəm ki, mən həmişə bölüşməyi bacarıram. Uşaqlar evinə gedirik, uşaqlar. Yeni ilini qeyd eləmək üçün Şəbnəm xanım gedir. Təbii ki, çox şey demirik, amma bəzi xırda məlumatları vermək yaxşıdır.